Hamıya salam. Bugünkü yenə yeni bir podkastda qarşınızdayam. Bugünkü mövzumuz bizim videonun adından da bəlli olduğu kimi yaxşılıq və nankorluq haqqında. Bu ikisinin bir-biri ilə olan korrelasyonunu, əlaqəsini baxacağıq. Yaxşılıq nədir, nankorluq nədir? Bu suallara da cavab verməyə çalışacağam. Yəni bunlar birincisi perspektiv məsələsi olduğuna görə mən öz fikirlərimi deyirəm bu kanalda. Ola bilər ki, fərqli düşünürsünüz, ola bilər ki, bu dediklərimə qatılmaya bilərsiniz. Bu tamamilə normal bir haldır. Dediyim kimi bu insana obyektiv bir düşüncə olduğu üçün, daha doğrusu subyektiv bir düşüncə olduğuna görə bu insana dəyişə bilər. Əgər fərqli bir düşüncəniz varsa, bunu aşağıda qeyd edə bilərsiniz. Bunu dediyimə görə biz podkasta keçə bilərik. Yaxşılıq nədir sualı? Yaxşılıq hər hansısa bir yaxşılıq, yəni kiməsə bir yaxşılıq edirsən. Bu bir pul ola bilər, bu hər hansısa bir universitetdə kiməsə kömək ola bilər, bu kiməsə nəyisə bir işdə iş düzəltmək ola bilər və s. və s. Yaxşılığın növləri çoxdur. Bəs yaxşılıq nədir? Yəni birinə kömək etdik, tamam. Bəs bu qarşılıqlı ola bilərmi? Yəni yaxşılıq qarşılıqlı mı olur? Bir çox halda bəli. Bir şəxs bir şəxsə yaxşılıq eləyir. Amma ondan sonra istəməsə də belə ondan qarşılıq gözləyir. Yəni mən sənə falan şey elədim, deməsə də belə ondan qarşılıq gözləyir. Yəni əgər bir şəxs digər şəxsə kömək eləyib, ondan sonra bu adamın da fərqli bir mövzuda kömək ehtiyacı varsa, o çox gönül rahatlığı ilə həmin şəxsə zəng eləyəcək və deyəcək ki, mənim falan şeyə kömək ehtiyacım var. Yəni onu gözləyəcək ki, qabağındakı desin ki, hə, buyur. Sən mənə yaxşılıq elədin, indi isə mən sənə yaxşılıq eləyəcəm. Yəni bunu gözləyir. Əgər cavab olaraq yox cavabını alırsa da, həmin adamı nankorluqla günahlandırır ki, mən buna yaxşılıq eləmişəm, bu amma nankorluq etdi, mənim yaxşılığımı yerə vurdu. İndi bir də deyirlər ki, yaxşılıq eləyən insan yaxşı olur, yaxşılıq eləmək lazımdır. Bəs məsələ orasındadır ki, qarşılıqlı olan yaxşılıq nə dərəcə yaxşıdır, nə dərəcə düzdür? Bu bir ticarətdir, yoxsa sənin gönlündən keçirsə, əgər sənin gönlündən keçirsə, kiməsə yaxşılıq edirsənsə, onda niyə qarşılıq gözləyirsən? Yox, əgər sən qarşılıq gözləyirsənsə, bu bir növ ticarətdir. Bu bir növ mən sənə kömək elədim, indi isə müəyyən bir halda sən mənə kömək eləyirsən. Bu iqtisadiyyatda pul yaranmamışdan əvvəl də olan bir məsələ idi. Yəni iqtisadiyyatda kiməsə balıqçı gəlir də deyirdi ki, mənə süd lazımdır. Orada pul olmadığına görə sən mənə süd ver, mən sənə balıq verim. Və yaxud da ki, sən gəl mənim məsələn torpağımı şumla, mən də sənə filan qədər kartoşka verəcəm kimi bir məsələ var idi. Bu da ona oxşuyur əslində, mən belə düşünürəm. Çünki mən sənə yaxşılıq elədim hər hansı bir mövzu haqqında, sən mənə borclusan. İndi sən mənə yaxşılıq eləməlisən. Həmin dəqiqə almırsan borcunu, çünki nə zaman, nə haqda kömək ehtiyacını sən bilmirsən. Həmin dəqiqə varsa deyirsən. Amma adam onda da utanır. Orada deyir ki, hə deməyim, üstünə biraz keçsin sonra deyim, sonra deyə elə biləcək ki, belə şeydir. Amma əslində elə biləcək yox, zaten elədir onsuz da. Sən prosta bir növ utanırsan, deyirsən ki, mən bunu deməyim. Əslində özün də bilirsən ki, səhv bir hərəkət edirsən. Çünki bu bir ticarətdir. Onu qabaqca deyirsən ki, mən sənə falan yaxşılıq eləyəcəm. Qarşılığında da sən mənə məsələn falan yaxşılıq eləyəsən, falan işdə kömək eləyəsən. İndi azdan çoxdan həmin insanın sənə nə mövzu haqqında yaxşılıq elədiyini bilə bilərsən. Əgər bu adam kompüterdə yaxşıdırsa, böyük ehtimalla sənin işində hansısa bir kod yazdırmada falan problemin varsa, bu adamdan soruşasan. Yəni bu adamdan qalxıb da dur mənə pul ver deyə soruşmayasan. Və yaxud da dur universitetdə mənim imtahanımda mənə kömək elə deyə soruşmayasan. Çünki məsələn oxuduğun mövzu deyək ki, sən də memarlıq oxuyursan, bu adamda kompüterdən başa çıxır. Yəni sən qalxıb da bundan o vaxtda köməkli gözləmirsən. Kompüter haqqında gözləyirsən. Deməli bu bir növ ticarətdir. Yəni bu bir yaxşılıq deyil. Yəni sən yaxşı bir insan deyilsən. Yaxşı insan o vaxt olardın ki, sən bunu qarşılıqsız eləyirsən. Təmənnasız bir şəkildə sən kiməsə yaxşılıq edirsən. Bəli, bu yaxşı insan olursan həmin zaman. Amma bunu bir çox adam təəssüf ki, eləmir ya da fərqində deyil. Bəs nankorluq nədir? Nankorluq da dediyimiz kimi, yəni onunla əlaqəli olan bir şeydir. Edilən yaxşılığın geri alına bilməməsi. Yəni daha doğrusu edilən yaxşılıqdan sonra gözlənilən geri dönmənin əldə edilə bilməməsinə. Sən gəlirsən, deyirsən, salam qardaş, mən sənə filan şeydə kömək eləmişəm. Onu təbii ki, belə demirsən də, indi o nədən gəlir deyirsən, qardaş, necəsən, salam, mənə filan şeydə mövzuda kömək lazımdır, filan şey filandır. Orada durub desə ki, qardaş alınmır, falan filan, telefonu söndürürsən. Ya durub deyirsən ki, telefonu söndürəndən sonra deyirsən ki, buna bax, bu nankor adamdır.
Mənim yaşlığımı yerə vur. Ya da onun üzünə vuram, biraz üzün ağrıdırsa üzünə deyirsən ki, qoş mən sən falan yerə kömək eləmişdim, axı sən niyə mənə belə elədin? Kimi məsələn. İndi burada məsələ var ki, bu adam sənə kömək eləyə bilər ya yox. Çünki kömək eləmək bir növ borc deyil. Heç kimin borcu deyil ki, kiməsə kömək eləsin. Bu bir istəkdir. Ola bilər ki, sən istəmirsən, amma qarşı tərəf onu istəmir. Sən ona kömək elə, lap qaşaq, mən sənə kömək eləmək istəmirəm. Burada günahkar sənsən ki, sən niyə kiməsə yaxşılıq eləyirsən və qarşılıq gözləyirsən. Budur məsələ. Yaxşılıq eləyirsənsə qarşılıqsız eləməlisən. Bitdi getdi. Səhərsi günə kiməsə zəng eləyəndə, o da sənə yox deyəndə deyirsən ki, mən onun üçün qarşılıqsız eləmişdim. Burada nə var ki burada? Hə, o əgər yaxşılıq eləyəndən sonra səndən nəsə gözləyirsə, ona deyərsən ki, mən də sənə yaxşılıq eləmişdim, axı biz ödəşmiş oluruq. Əgər o da sənin kimi tamamlansız yaxşılığı eləyirsə, iki dənə yaxşı insan bir-birinə yaxşılıq eləyir. Bu da cəmiyyət üçün nə gözəl bir mənzərədir. Nankorluq da dediyim kimi, yəni nankorluq geri ala bilməyən bir yaxşılıqdır. Amma nankorluqdan qorunmağın iki yolu var, mənim düşüncəmə görə. Çünki bir çox insan nankorluqdan şikayətlənir ki, nankor insanlar var, filan kəs nankordur, filan elibdir, heç kimə yaxşılıq eləmək lazım deyil, falan filan. Bu müəyyən qədər düz ola bilər, amma heç kimə yaxşılıq eləmək deyə bir şey yoxdur. Çünki yaxşılıq insanın içində olan bir şeydir. Onu da gələcəm. Nankorluqdan qorunmağın mənim düşüncəmə iki yolu var. Əgər bir yaxşılıq edirsənsə, ya Allah üçün eləməlisən. Mən Allah üçün falan yaxşılıq elədim. Qarşılıq gözləmirəm. 2. Özüm üçün eləyirəm. Yenə qarşılıq gözləmirəm. Yəni deyək ki, özüm üçün necə olar? Allah üçün müəyyən qədər başa düşmək olur ki, mən filan kəsə kömək elədim, Allah üçün elədim. Bu başa düşülür. Suallaşmaq olar ki, özüm üçün necə olacaq? Belə bir misal ola bilər. Hər hansısa bir getmişsiniz, oturmusunuz çayçıda, çay içirsiniz. Deyirsən ki, hə, misal üçün Sərxana çağırın, Sərxan gəlsin. Sərxana zəng edirsən, Sərxan ki, cibində pulum yoxdur. Sən deyirsən ki, Sərxana dur gəl, pulu mən verəcəm. Sən burada yaxşılıq edirsən Sərxana, pulunu verirsən. Amma əsas məqsəd Sərxanın oraya gəlib səni orada maraqlı söhbət etməyi və ya da səni orada şənləndirməyidir. Sən əslində bir növ özünə yaxşılıq edirsən. Bir növ əslində sən yəni bu bir növ özünə yatırım edirsən, bir qısa növ yatırım edirsən. Sərxan da gəlir, söhbətini eləyir, deyirsən, gülürsən, qutardı getdi. Sonra sabahsı gün qalxıb da Sərxana, mən sənə çay vermişəm, sənə çay pulu vermişəm, filan şey eləmişəm kimi demək, bu artıq başqa bir əxlaqsızlığın başqa bir növüdür. Bir çox insan bunun əslində fərqində deyil, amma düşündüyün zaman, biraz dərindən düşündüyün zaman bu belədir. Yəni iki yol. Ya da ki, dediyimiz kimi, tamamlansız yaxşılıq edirsən, heç nə üçün, elə belə sadəcə tamamlansız yaxşılıq elədiyin üçün müəyyən qədər qarşılıq gözləyərsən. Çünki bu insanın xarakterində olan bir şeydir. Heç kim qarşılıqsız bir şey eləmir. Ona görə Allah üçün birincisi, mən tövsiyə edərdim ki, Allah üçün eləyirsən, nəsə bir yaxşılıq eləyirsən, yəni Allah üçün elədim. O adam onu bildi, qandı, qanmadı, sənə heç bir təsir toxunmayacaq. Yəni nankorluq sənə dəyməyəcək. Ya da özün üçün eləyirsən müəyyən qədər. Özün üçün eləmək qısıtlıdır deyə, ona görə mən birincini deyirəm ki, Allah üçün eləmək daha yaxşı, düşünsən daha yaxşı olar. Çünki sonsuzdur. Fərqi yoxdur. Nə yaxşılıq eləyirsən elə. Amma özün üçün elədiyin zaman bəzən həqiqətən də sənə toxunmur. Yəni məsəl üçün kiməsə deyirsən ki, mənə şeydir, kimsə deyir, mən imtahanda kömək elə. Məsəl üçün mən kiməsə demişdim ki, mənə imtahanda kömək elə. Bu adam mənə imtahanda kömək elədi. Amma bu ona nə qazandı? Heç. Amma desəydi ki, Allah üçün eləmişəm. Bəli, onda bir şey qazanar öz düşüncəsində. Amma özünə görə o da heç bir şey qazanmadı. Mən ona nəsə bir qonaqlıq vermədim. Mən ona nəsə bir təşəkkür elədim, amma ondan artıq bir şey eləmədim. Sözlə təşəkkür, o qutardı, getdi. Artıq mən adamı tanımıram. Yəni görmürəm belə ki, artıq adam yaşayır ya yox. Yəni bilmirəm. Universitet vaxtından söhbət gedir. Ümumiyyətlə edilən yaxşılıqların hamısı özün üçün olur. Belə bir düşüncə var. Mənim düşüncəm deyil bu. Bu bir fəlsəfi bir düşüncədir ki, edilən yaxşılıqların hamısı sən özün üçün edirsən. Qabaqcadan misal çəkdiyim kimi, Sərxanaya çağırdın, özün üçün elədin. Bu kiməsə hansısa bir yaxşılıq elədiyin üçün, sən həmin adam yaxşı olanda, sən özünü də yaxşı hiss elədiyin üçün, bu əslində sən özün üçün eləmiş olursan. Mən sənə yaxşılıq edirəm, sən xoşbəxt olursan, sənin xoşbəxtçiliyin məni xoşbəxt elədiyi üçün mən bunu elədim. Bir növə sən özü eləmirsən. Yəni, mən sənə borclu deyiləm. Belə bir düşüncə tərzi var. Nə fikirləşirsiniz, o haqda istəsəz öz fikirlərinizi paylaşarsınız. Belə bir düşüncə də var. Yəni, mən özüm üçün elədim.
öz xoşbəxtçiliyim üçün səni xoşbəxt görəndə mən özüm də xoşbəxt oluram və yaxud da sən özün söhbətə qoşulanda çarxan misalındakı kimi elə bir şey olur. Yalnız və yalnız o halda, yəni düşüncə tərzi budur, yəni heç kimə borcu yoxdur. Hə, ola bilər ki, deyirsən ki, bəs yaxşı, bəs elə böyük fədakarlıqlar olur. Misal üçün, hansısa bir qatarın altına kimsə girir ki, sən ölməyəsən, yəni özünü fəda verir, canını fəda verir. Bəs burada belə bir sual ola bilər. Burada da, yəni həmin adam sənin yaşayacağını bilir, özünü fəda verir. Ən azından elə ümid eləyir. Sənin yaşamağın ona xoşbəxtlik verdiyi üçün o özünü qurban verir hər hansısa bir situasiyada. Ki, yəni mən özümü qurban verirəm, amma bu şəxs yaşayacaq, bu şəxs yaşamağı məni xoşbəxt elədiyi üçün bunu edirəm. Heç kim qarşılıqsız bir şey eləmir. Yəni sən yoldan keçən birinə üçün özünü öldürərsən? Yox. Bu sualın cavabı yoxdur. Ola bilər ki, bir insanlara qarşı sevgin ola bilər, qəhrəmanlar var da, onu eləyən insanlar. O da ölkə üçün eləyib, o da millət üçün eləyib ki, tanımadığı insanlar üçün, yəni yenə bir ölkəsi üçün, insan sevgisi çox olduğu üçün onu eləyib. Amma normal insanlar, insan sevgisi çox elə yüksək olmur, onlar qəhrəman deyirlər, onlar hamı qəhrəman ola bilmir. Amma normal insanlar onu eləməz. Görəsən ki, kimsə gəlib, kimsə bıçaqlayır, küçədə sən durub ortaya çıxarsan ki, o mənə bıçaqla, onu bıçaqlama. Tanımıram, eləmirəm. Tanısam qardaşımdır falan olsa eləyərəm. Tanımıram, amma qəhrəman bəlkə onu eləyər. Ona görə qəhrəman olmaq, hamı qəhrəman deyil. Ki, qəhrəman olmaq deyə bir məcburiyyət də yoxdur. Yəni ki, deyir ki, belə bir şey oldu, sən niyə çıxıb işləyəmədin? Başa düşmədim, mən niyə eləməliyəm? Mən qəhrəman olmaq istəmirəm. Qəhrəman olmaq məcburiyyət deyil. Eləyirsənsə, alqışlanar. Eləmirsənsə də, heç kim durub səni pisləyə bilməz. Çünki mənim canımda özüm bilərəm. Yaxşı, amma tanıdığın insan, öz qardaşın, öz həyat yoldaşında belə bir situasiya, öz uşağında belə bir situasiya baş verdiyi zaman bunu eləyəndə də həmin adam yaşayacaq, onu bilirsən və yaxud da onu ümid eləyəkdən özünü fədakarlıq edirsən. Yenə özünü fikirləşmiş olursan əslində dərinə baxdığı zaman. Valideynlər mövzusu var ki, valideyn deyir ki, bəs mən səni boya başa çatdırdım, mən sənə falan qədər pul verdim, bəs oxutdum, belə elədim, indi isə sən mənə qarşılığında məni bax da qocalmışam. Birincisi, İslami olaraq bu doğru bir düşüncədir. Yəni İslamda, İslam dinində ata-anaya borclusan, ona baxmalısan. Nə qədər pis, nə qədər yaxşı, o indi insanın şəxsi perspektividir, amma normal olaraq əmr budur ki, ona baxmalısan. Göstəriş budur. Amma belə baxdığın zaman borclu deyilsən onlara da. Yəni kim özünü, adama soruşar ki, mən mi sənə dedim məni dünyaya gətir? Yox. Sən öz 5 dəqiqəlik kayfından yana gətirmirsən məni dünyaya. Baxma məcburiyyətindəsən, bəli. Elə deyir, yoxsuz qalmışam. Bir zəhmət, yoxsuz qalmalısan. Bunu sən seçmirsən. Sən bunu şüurlusan. Bilirsən ki, uşaq gələcək, uşaq belə olacaq. Sən böyle seçmirsən. Sən bunu eləməlisən. Oxutmuşam. Minimumda oxutmalısan uşağında. Yemək yedirmişəm. Bu da minimumdur. Hə, o vaxt ola bilər ki, valideyn minimumun eşiyinə çıxar. Minimum dediyimiz oxutmaqdır. Amma bu gün əgər səni yaxşı məktəbdə, özəl məktəbdə oxudursa və yaxud da sənin altın maşın alır, maşın alma vəziyyətinə deyil məsələn valideyn. Oxudum, boy başa çatdırdım, 18 yaşım var, ged işdə. Amma yox, sənə maşın alırsa, sən işdə köməklik eləyirsə və yaxud da anadır məsələn, sənə normalda bir dənə yemək qoya bilər, qabağa deyə qarnını doyur. Qardaş o qazanması məsələn. Amma yox, o gelib sən deyirsən ki, mən dolma xoşlayıram, o gelib dolma, əziyyətlə dolma bişirirsə ki, sən yeyəsən, bu artıq başqa bir şeydir. Bəli, bu zaman artıq əgər valideynlər belə bir hərəkət edirsə, bu zaman sənin də bir növ borcundur ki, sən onlara yaxşı baxasan. Bunlar yoxdursa, baxma məcburiyyətində deyilsən, belə düşüncə olaraq. Amma İslami olaraq belə bir şey var. İndi təbii olaraq elə insanlar var ki, atalar atalıq eləməyib, anaları analıq eləməyib, onların yaşadığı duyğuları biz müəyyən qədər anlaya bilirik, amma %100 anlaya bilmədiyimiz üçün o mövzu haqqında bir rəy bildirmək də bizə düşməz. Yəni ən azından Allah şükürlər olsun ki, bizə elə bir şey olmayıb. Yəni ananın və yaxud da atanın laqeydliyi olmayıb. Söhbət eləmədə getməkdən getmir, ha, laqeyd olmaqdan gedir. Məsələn, ata gəlir, içir, evə gəlir, həyat yoldaşı, yəni ananı döyür, uşaqları döyür və yaxud da ana əxlaqsız işlərlə məşğul olur, sənə yemək verir, vermir. Bu məsələ, analar var, məsələn, uşağı zibilə atır.
bu adam artıq həmin o uşaq böyüyəndən sonra onun o çəkdiyi, o böyüyənə qədər çəkdiyi əziyyətləri biz bir yerə qədər başa düşə bilərik. Empatiya nə qədər güclü olursa olsun, bir yerə qədər başa düşəcəksən. Bir yerdən sonra onu başa düşə bilməyəcəksən. Ona görə də başa düşə bilmədiyin bir şey haqqında rəy bildirmək, onu tənqid eləmək, ona hansısa bir ağıl vermək kimi fikirlər olmamalıdır. Əgər eyni səbətdəsənsə, əgər ikiniz yetimxanada böyümüsünüzsə, bəli, o zaman sən ona müəyyən qədər göstəriş verə bilərsən. Amma belə sən əgər valideynlərin olub çox xoşbəxt bir həyat tərzi yaşamısan, bunda eləmək doğru deyil. Əxlaqi olaraq da doğru deyil. Nankörlük, yaxşılıq haqqında mövzu bu idi. Qısadası, yəni bu ikisinin birləşməsi haqqında bir-biri ilə əlaqəli mövzular idi. Qorunmağından danışdım. Bir də ki, yəni digər bu insan elədiyi hər şeyin özü yaxşılığı üçün elədiyindən danışdım. Nəsə eləyirsə özü üçün eləyir. Elə bir düşüncə var. Mən bu düşüncəyə qatılıram demirəm. Sadəcə belə bir düşüncə var. Əgər əks bir düşüncə varsa və ya da qatılırsınızsa, yəni siz həqiqətən də bu fikirdəsinizsə və yaxud heç qatılmırsınızsa, öz fikirlərinizi yəni kommentariyada bəlli edə bilərsiniz şərhlər bölməsində. Mən də oxuyaram. Hətta lazım olsa siz də gələrsiniz podkastda danışarıq. Əgər qarşı bir çox qarşı bir düşüncəyə sahibsinizsə və yaxud da elə öz fikrinizi tanıtmaq istəyirsinizsə, mən burada neytral bir fikirdəyim deyə, bu fikrə sahibsən və ya da bu fikirdə qarşısansa gələ bilərsiniz. Debat olmayacaq, sadəcə öz fikri haqqında danışmaq olacaq. Videonu çox uzatmaq istəmirəm, artıq 17-ci dəqiqəyə keçiş edirik. Çox uzun videolar adamı sıxır. Ona görə bugünlük bu qədər. Xoş günlər arzu edirəm sizə. Gələcək podkastlərdə də görüşənədək özünüzə yaxşı baxın.